Xoş gördük. Kanalımıza xoş gəlmisiniz. Suallara görə təşəkkür. Abunə olsanız kanala, mən cavab verəndə məni avtomatik eşidərsiniz. Sual maraqlıdır. Fibroidlər, yəni fibromiyomalar, miyomalar hamısı eyni şeydir. Uşaqlıq divarının xoşxassəli şişləridir. Bunlar sualı göndərən deyir ki, hamiləlik üçün təhlükəlidirmi? Əslində bəli, bir mənalı bəli. Təhlükəli nə deməkdir? O demək deyil ki, hansısa hamilədə miyoma varsa, o artıq %100 başına nəsə gələcək. Yox, o demək deyil. Təhlükə odur ki, risk yaradır, ehtimal yaradır ki, misal üçün miyoması olan 10 hamilə qadından ikisində üçündə problem yarada bilir. Nə problem yarada bilir? Vaxtından qabaq doğuş səbəbi ola bilir. Hətta ondan da əvvəl. Ümumiyyətlə, hamilə qalmağa mane ola bilir. Yerləşdiyi yerdən çox şey asılıdır. Bunu hər dəfə deyirik. Ölçüsündən çox şey asılıdır. Hamilə qalmağa mane ola bilir. Hamilə qalınıbsa, düşük səbəbi ola bilir. Vaxtından qabaq doğuş səbəbi ola bilir. Doğuşdan sonra qanaxma səbəbi ola bilir. Bunlar heç birisi olmaya da bilir. Bir də hamiləliyin özünün miyomanın başına gətirdikləri var. Hamiləlikdə miyoma böyüyür. Böyüdüyünə görə, sürətli böyüdüyünə görə ortasından toxuması ölüb nekrozlaşa bilir və bu da çox şiddətli ağrı verə bilir. Buna biz elmi dildə miyomanın degenerasiyası deyirik və ciddi ağrı verə bilir. Bu ağrılar bəzən o dərəcədə olur ki, qarışdırılır ki, nə oldu bu hamilənin başına bir şey mi gəldi, yəni bu qədər də qışqırır. Kəskin qarın dediyimiz bir tablo yaranır. Bəzən əməliyyat etməyə qədər iş gəlib çıxır, amma əslində ağrı kəsici ilə yatışdırmaq daha doğru bir yoldur. Miyoması olan hamilə qadında kəskin ağrı varsa, əməliyyata ehtiyac yoxdur əslində. Hamilə miyomanı çıxartmaq bu çox nadir hallarda edilən bir əməliyyatdır. Demirəm mümkün deyil, amma çox risklidir. Heç ehtiyac da yoxdur. Elə ağrı kəsici ilə 9 ayı yola verir. Vaxtından qabaq doğuş təhlükəsi varsa ona qarşı müalicələrlə 9 ayı bir təhər çatdırıb hamiləliyi sonlandırırıq. İndi hamiləliyi sonlandırma məsələsi, miyoma varsa kesar eləmək mütləq deyil. O miyoma uşağın çıxmağına mane olacaq yerdədirsə, o zaman keysəriyyə eləmək olar. Amma doktor, məndə miyoma var, mən istəyirəm məni kesar eləyəsiz, o əsnada miyoma da götürəsiz. Bu yanlış bir taktikadır. Miyoma ilə doğan o qədər xəstələrimiz var. Yəni, sırf miyomaya görə keysəriyyə olmağa dəyməz. Başqa səbəbdən keysər olmuşkən miyomanı götürmək də olar, götürməmək də olar. O başqa bir söhbətin mövzusudur. Amma qayıdıram əsas suala, miyoma hamiləlikdə təhlükəlidirmi, riskli bir durumdurmu? Bəli, həmişə bu problem ortaya çıxmır, amma ortaya çıxa bilər. Ona görə də diqqətli olmaq lazımdır. Suala görə təşəkkür, kanalımıza abunə olduğunuza görə də təşəkkür. Hələlik.